Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 3-cü sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə, yəni cavab açarlarını birbaşa deyərək izah edəcəm. Yəni şagirdlər tez yoxlasın, amma hansısa sualın ətraflı izahını istəsəz videonun şərh bölməsinə yazarsınız. İndi isə başlayaq. Ağqoç, Qaraqoç mətni yəqin ki, uşaqlar diqqətlə oxuyub, yazıb. Hansı fikir çobana aid edilə bilər? Yazmışdı ki, burada Qaraqoçu satmağı düşünür. Məsələn, burada diqqət eləsək, düşünürdü ki, gərək Qaraqoçu başqasına satsın. 3-cü abzasda var. Ona görə cavab 1-də C. 2-də bu işarənin yerinə, göylə verilən işarənin yerinə, yəni burada hansı yazılsa mətn uyğun olar. Bir dənə baxaq. Yazmışdı ki, iti ucu ilə qarnı elə vurdu ki, Ağqoç ağrıdan qıvrıldı. A variantında amma Ağqoç boynuzsuz olduğu üçün düşmənini vura bilmirdi. Bunu yazsaq daha məntiqli olar. 2-də A. 3-də mətnə ikinci ad qoymalı olsaq, hansı uyğun gələr? Cəzasını alan qoç. Çünki ən sonda öz cəzasını aldı. Çoban da bunu demişdi. 3-də A. 4-cü sualda hansı fikir doğrudur? Çoban Qaraqoçun boynuzu qırılır. Bəli, bu doğru variant idi. Çünki bir dənə dala qayıdıb göstərmə yerini bax yazmışdı burada. Qaraqoç özünü saxlaya bilmədi, böyük daşa çırpıldı, boynuzlara sındı, başı gicəlləndi, yerə yıxıldı. Ona görə C variantı daha məntiqlidir. 5-ci sualda hansı suala mətnində cavab tapmaq olar? Hansı rəngdə olan qoçun boynuzu var idi? Bəli, burada yazmışdı. Ağqoçdan Qaraqoçda fərqi biz görə bilirdik. 5-də B variantı. 6-da hansı cümlədə bağlayıcı işlənmişdi? B variantı çünki səbəb bağlayıcısıdır. 7-də şəkildəki canlı balıqdır. Deyir ki, burada ona aid edilməyən fikir, sözə saitlə başlayan şəkildə artırsaq, yazılışı dəyişməz. Balıq sözündə məsələn sait artırsaq, qı-qıya çevriləcək. Balıq, balığa. Ona görə 7-də C. 8-də hansı fikir deyilir nümunədə? Qarışqa dincəlmədən yuvasına çəkirdən 7 dəfə ağırdır onun yükü özündən. Burada yazıb ki, qarışqa özündən ağır yük daşır, 7 dəfə ağırdır. 8-də B. Deməli belə. 9-da səhv fikri seçin. Yazıb yüzlərlə sıra saydı. Sıra sayı ıncı şəkilçisindən düzəlir. Ona görə 9-da C olacaq. Yüzlərlə miqdar saydı. Qeyri-müəyyən miqdar sayı. Üzr istəyirəm. 10-cu sualda hansı misrada qırmızı hərflərlə verilmiş sözdə şəkilçinin tələffüzü fərqlənir? Diqqət eləsək, xallı sözü ilə ölkəsinin sözünü dəyişmir, amma çinarlar, çinarlar. Burada ikincidə dəyişəcək. 10-da B. 11-ci sualda hansı bənddə mürəkkəb cümlə verilmişdir? Mürəkkəb cümlə, diqqətlə baxaq. Dərs qutardı, qutaran dərsdir, biz evə getdik. Ayrı-ayrılıqda mübtəda xəbər var. 11-də A. 12-ci sualda mürəkkəb söz işlənmişdir deyir. Əyri-üyrü, biri ayrılıqda işlənə bilməyən mürəkkəb sözlər. 12-də A. Əyri-üyrü, yəni burada mürəkkəb sözdür. 13-də cümlələrə əsasən nöqtələr yerinə uyğun gələn sözü müəyyən edin. Açar etmişdi, qapını açmaq olmurdu. Çünki açar olmalıdır ki, qapını açaq. 13-də B. 14-də nümunədə nədən bəhs olunur? Kiçik vaqonlarını cərgəyə düzüb Eldar qoşa reysin üstündə gedir xırda vaqonlar. Deməli, Eldar öz oyuncaqları ilə nə edir? Oynayır. Vaqonlarla oynayır. Bu da belə. Gəldi sonuncu suala 15-ə. Qarşılaşdırma bağlayıcıları, yəni hansı cümlədə fikirlər qarşılaşdırılmışdı. Amma ancaq lakin bağlayıcılarına istifadə edə bilərik. Şimşək çaxdı, amma yağış yağmadı. 15-də C. Bu şəkildə bütün sualların izahını verdik. Əgər belə deyim, video sizin üçün faydalı olursa, kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Növbəti sınaqların da videosunu bu şəkildə, sürətli bir şəkildə yerləşdirəcəm. Təşəkkür edirəm diqqətinizə görə.